Herkese salamlar əziz dostlar. Bugün sizlerle beraber Qarabağ Komandası ilə birlikte galip geldiğim klubdan bir oyun çal seriyasının artık 5. bölümündeyik. Qeyd edək ki, bura qədər hədəfimiz isə bu klublardan oyuncu alaraq Çempionlar Liqasında çempion olmaqdır və Çempionlar Liqasında biz artıq playoff turunda Midland komandasında 2-0 hesabı ilə məğlub etdik və Çempionlar Liqasının liqa turuna vəsiqə qazanmış oldu. İndi isə gələn rəqiblərimizi müəyyənləşir, görək kimlər qarşılar. İlk rəqibimiz Arsenal, daha sonra Bayern Münhen, Olympiakos, Porto, ardından Olimpik Lyon, daha sonra səfərdə Juventus, evdə Monaco və səfərdə Sporting klublarla qarşılaşacaq. Qarabağ komandası çətin maçlar silsiləsi heç şübhəsiz ki bizi gözləmiş olacaq. İndi isə gəlin keçək ilk oyunumuza. Və Çempionlar ilk oyunda Arsenal komandası ilə qeyd edək ki, qarşılaşırıq. Arsenal komandası ilə oynayan və heyətimizi hazırda görürsünüz. Gördüyünüz kimi qəşəng bir heyətimiz var və 80 oyunculardan qurulmuş demək olar ki heyətimiz var. Sadəcə bir dənə sağ cinahımız sadəcə biraz zəifdir. O da 76'dır, amma digər cinahımız artıq qəşəng bir heyət yığmağa başlamışıq. Və hədəfimiz Arsenal olan oyunda qazanmaq və yavaş-yavaş heyətimizi biraz yaxşılaşdırıb təbii ki Çempionlar Liqasını qazanmaq üçün bir heyət qurmaqdır. İlk rəqibimiz isə Arsenal komandası olacaq və gələn Arsenal oyunu simulyasiya edək. Qələbə qazanmaq ümidi ilə maçı simulyasiya etdik. Evdə oynayırıq. Rafa Sabahçıdan sonra Kai Havertz gol vurur və Arsenal biz bir hesablı bərabərliyə razılaşdığımız üçün heç bir oyuncu almırıq. Qeyd edək ki Arsenal komandasında. İndi isə gəlin keçək Çempionlar Liqasının ikinci turunun oyunlarına. Və Çempionlar Liqasının artıq ikinci turunda biz Bayern komandası ilə qarşılaşırıq. Gəlin bu oyunu simulyasiya edək. Qələbə qazansa bu komandadan oyuncu almaq mümkün olacaq. Tabii ki Kane'i almaq istərdim, amma təəssüf ki Bayern səfərində 5-0 hesabı ilə məğlubiyyətlə üzləşmiş olduq. Bu məğlubiyyətdən sonra görə liqada neçənci olacağıq. Və artıq biz qeyd edək ki uduzduğumuz üçün bir oyuncu yola ayırmalıyıq. Görə bu oyuncu kim olacaq? Willi Orban artıq komandadan ayrılacaq. O istiyorsanız 35 yaşı var. Eyni zamanda Rafa Silva komandadan ayrılacaq. İki oyuncu artıq var komandadan ayrılmağa iddialılar siyasında. Kimlə göz yollara ayıra bilərik? Bizim qapıtımız Fabian Buntic'in 30 yaşı var və onunla artıq yollara ayırma qərarı aldı və Fabian Buntic 3.3 milyon avro qarşılığında klubdan ayrılmış oldu. Gəldi Olympiakos'u olan oyuna Çempionlar 3-cü turu çərçivəsində biz Olympiakos'da qarşılaşacağıq. Özdə səfərdə qeyd etdim ki bu komanda ilə qarşılaşırıq. Bu komanda heyətindən bizim ala biləcəyimiz futbolçulara baxsam çox bir oyuncu əslində görmürəm açığı. Sadəcə Santiago Heze'nin biraz alma olar 80 avrola sahibdir. Digər oyuncular yəni bizim kluba uyğun oyuncular deyillər. Amma gələn maçı simulyasiyada görə hansı hesablar baş tutmuş olacaq. Olympiakos səfərinə yollandıq. Ayub El-Kabe hesabı açır və təəssüf olsun ki Çempionlar bu turunda biz səfərdəki oyunda Olympiakosa minimal hesabda uduruq. Və bu məğlubiyyət artıq bizə bir oyuncunu satmalı olduğumuz mənasına gəlir. Ardıcıl ikinci məğlubiyyətdən sonra klubumuz artıq 34-cü sıraya qədər geriləmiş olub. Bir oyuncu yollara ayırmamız lazım gəldiyi zaman kim olacaq bu futbolcu? Təbii ki də Yasin Benziyə ala bilər. Çünki buraya görə baxsanız heyətdəki 30 yaş var. O da yaxın zamanda kariyerasını böyük molla bitirəcək və Yasin Benziyə artıq biz yollarımızı ayırmış oldu. O da 2.4 milyon avro qarşılığında klubdan ayrılmış oldu. Necə gəlin keçək 4-cü turun oyununa. Çempionlar Liqasının 4-cü turunda biz artıq evdə Porto'nu qəbul edirik. Porto komandasının heyətində ala biləcəyimiz futbolçular şübhəsiz ki var və RB'də João Mario'nu almaq olar klubun heyətinə. Gəlin maçda təşəkkürlər simulyasiya edək. Evdəki oyunda biz rəqibimizi qəbul etdik və Rafael Leão atdığı gol sayəsində biz Porto klubundan 1-0 hesabı ilə qalib gəlmiş olduq. İndi isə gəlin Porto komandasından bir oyuncunun klubumuz heyətində qataq. Gördüyünüz kimi artıq 2 qələbədən sonra bu qələbədən sonra 26-cı pilləyə qalxdı və gəlin Porto komandasına görə kim almaq olar? Porto klubu hazırda liqada 3-cü sırada qeyd edək ki yer alır və onların heyətində RB oynayan João Mario var. Gəlin görək João Mario'nu klubun heyətinə qatmağa çalışacağıq. Heyətə qatılacağımız futbolçu siyasında yer alan Pepe də var. Hətta alabiləcəyimiz oyuncu siyasında Pepe'dən başqa Alan Varela da var. Hücum xəttində isə Fran Navarro'nu almaq olar hücum xətti üçün də. Gəlin biz João Mario'nu kluba transfer edək. Bəli, gördüyünüz kimi João Mario'nun hazırda 27 yaşı var və biz də onu 25 milyon avro qarşılığında
heyətimizə qatmış olduq. Artıq Joe Mario heyətimizi yaramış olacaq. Və beləliklə biz sabiq xəttində Joe Mario ilə bərabər artıq doldurmuş olduq. İndi isə gəlin keçək növbəti oyunumuza. Artı bir Çempionlar Liqasının növbəti oyunda Olimpik Lyon komandası ilə qeybdəki qarşılaşırıq. Evdəki oyunda vacib bir oyundur. Qələbə qazanmalı rəqibdən oyuncu almaq istəyirik. 7 sabah çıxdıqdan sonra Cole Palmer ilə fərqlənir və maç 3-0 hesabı ilə bitir və ardıcıl ikinci qələbəmizi qazanmış olduq. Olimpik Lyon klubu heyətindən isə ABCM futbol siyasında Mikal Tacini mən almaq istərdim. Çünki hücum xəttimiz biraz zəifdir. Çünki bizim hücumçumuz Rafa Silva biraz zəif, overall 80 olsa belə yaşı biraz çoxdur. Bu səbəbdə mən Mikal Tacini kluba transfer etmək istədim. Gəlin Mikal Tacini kluba transfer edək. Hazırda qeydə klubumuz liqada 7 xalla 18-ci pilləyə qalxıb. Mikal Tacini də kluba qatmış olduq və bu oyunçunun transferlə bərabər artıq hücum xəttimizdə biraz cavan oyunçuya əmanət edilmiş oldu. Çempionlar Liqasının 5-ci turunda Juventus səfərinə yollanırıq. Bizim üçün çox vacib oyundur rəqibin heyətindən. Ala biləcəyimiz bir çox oyuncular var və gəlin bu oyunun simülyasiyada rəqibin heyətində gördüyünüz kimi bizim ala biləcəyimiz Viktor Boniface var, Dušan Vlahović var. Hücum xəttini yaxşılaşdırmaq olar, müdafiə xəttinə deməli toxunuşlar etmək olar. Gəlin bu maçı simülyasiyada görək bu oyunda hansı hesab qeydə alınmış olacaq. Joe Mario təzkiyə öz qapısına qol vurur və çox təəssüflü olsun ki, Juventus'a biz 2-0 hesabı ilə udururuq. Və bu məğlubiyyətlə bərabər biz top klublara qarşı növbəti məğlubiyyəti artıq məğlubiyyətimizi almış olduq. Hazırda 7 xalla 19-cu pilləyə geriləmiş olduq. Klub heyətindən bir oyuncu satmaq məcburiyyətindəyik. Təbii ki də bu oyuncu kim olacaq? Təbii ki də rəqib xətti üçün Matios Silva ilə yolları biz ayıracağıq. Matios Silva hazırda qeydəki 30 yaşı var, 73 overla sahibdir. Zankanic da var, onun 33 yaşı var. O da böyük ihtimalla gələn sezon karyerasını bitirəcək. Ona görə mən risk etmədən Zankanic komandasına satmağı fikirləşirəm. Çünki onun yaşı biraz çoxdur, artıq 33 yaşı var və ona görə Zankanic klubdan satdım. Zankanic ilə biz yollarımızı ayırıq. O da elə Juventus'un yolunu tutmuş olur. Gəlin keçək növbəti tura, 6-cı tura. Çempionlar Liqasının 6-cı turunda biz Monaco ilə qarşılaşırıq. Fransa komandası ilə qarşılaşacağıq. Bu turda maraqlı oyunlar bizi gözləyir şübhəsiz ki. Görək kim almaq olar deməli Monaco'nun heyətindən. 83'lü Deniz Zakaria var və müdafiə xəttinə isə Wilfred Singo'nu almaq olar. Gəlin maçı simülyasiya edək. Evdə Monaco'nun qəbul etdiyimiz bu vacib oyunda 0-0 hesablı bərabərliyi baş verir və klubdan heç bir oyuncu almamış olduğu 7 turdan sonra. 7 turdan sonra hazırda qeydəki Qarabağ komandası artıq 21-ci pillədədir və son pillələrə artıq çox yaxını. Ümid edək ki, biz hədəfimiz təbii ki son 16 turuna vəsilə qazanmaqdır. 7 turdan sonra Qarabağın 8 xalı var və hədəfimiz qrupdan çıxmaqdır. Görək bu hədəfimizə biz nail ola biləcəyik yoxsa yox. İndi isə hər şey təbii ki də son turda bəlli olacaq. Biz isə hər ki bu videonu burada yekunlaşdırırıq. 6-cı bölümdə gələcək. Kanala abunə olub videolarımıza da like atmağı unutmayın. Hər ikisilərlə sağollaşıram. Sağ olun, salamat qalın.